Binə mərkəz 117 nömrəli məktəbin harca 100-150 metr məsafəsində. Tam asfaltın qırağı. Paket kupça, 3 otaq ev. Həyətə maşın rahat girir. Sot yarımdır. Qazı var, işığı var. Dövlətin suyunacan hər bir şey var. Padvaldır. Bütün otaqlara keçid təyin olunub. Evin bir tərəfindən ara məsafə saxlanılıb. Yəni arxaya keçmək üçün. Qapıdakı birbaşa məhləyə açılır. Yəni yaşayış olan məhlədir. Yerdən harca 9 daş kürsülüdür. Daxil oluruq, belə koridor sistemidir. Koridor sistem. Sola dönürsə bir dənə sanitar dovşağı. Burada mətbəximiz. Gördüyünüz kimi mətbəx yerinin betonu da verilib ki, yəni rahat oradan paltaryon falan oynamasın. Solda bir dənə otaq. Qeyd edilən şpaflyokkası dünən vurulub qutarıbdır. Yəni ona görə divarlar yaşlıdır. Nəm falan deyil. Yəni nəzərinizə çatdırıram. Şpaflyokka vurulub, təzə vurulub. Görürsünüz bütün divar hamısı yaşlı. İnşallah 3-4 gün içində hamısı da quruyacaq. Tam qupquru olacaq. Burada qonaq otağımız. Pəncərələr öz həyətinə baxır. Qapılarından hər bir şey qoyulub. Koridor sistemli. Evdə qazı işığı dövlət suyu da var. 117 nömrəli məktəbin yaxını binə mərkəz. Qiymət 85 min. Tələsin, cekpotdur bu.